Salam hörmətli şagirdlər, bugünkü videomda sizə 3-cü sinif Namazov məntiq testləri kitabından səhifə 89 və 90 izahını verəcəm. Bu səhifələr qarışıq testlər bölməsinə aid olan səhifələrdir. Başlayaq birinci sualdan. Baxın, qarışıq testlər. Sual 1. Baxaq. Görürsünüz, birinci sual əvvəldə izahlarını verdiyim ədədlər mövzusuna aiddir. Burada fiqurlara elə ədədlər yerləşdirməliyik ki, 632 alaq və bu sual işarələrinin yerində olan ədədi tapaq. Gəlin görək necə işləyəcəyik. Burada dairəyə və üçbucağa elə ədəd yerləşdirəcəm ki, 2 alınsın. Dairəyə verirəm 7. Üçbucaq isə verəcəm 5. 7 üstə gəl 5 edəcək 12. 2 yazırıq. 1 yadda. Daha sonra üçbucaqlı kvadratlara uşaqlar 1 verə bilərik. Bəli. 1-in üzərinə 1 gələndə edir 2. Üzərinə bu 1-i də gələndə edir 3. Lakin burada üçbucağa 5 tapdığımıza görə bu üçbucaqda 5 olmalıydı. 5 axı olduğu kimi aşağı düşürməliyik. Yadda heç nə qalmadı onluqlardan. Ona görə də biz deməli kvadrata doğru ədəd verməmişik. Yəni kvadrata yazdıqlarımızı silək. Kvadrata deməli 1 yox, elə ədəd verməliyik ki, toplayanda 12 etsin, üzərinə 1 gələndə 13 etsin ki, 3 yazıb 1-i yadımızda saxlayaq. Deməli, toplayanda 6 edən, 12 edən 6-nı yazacağıq. 6 üstə gəl 6, 12, 1 yadımızdaydı, 13, 3 yazırıq, yenə 1 yadda. Üçbucağı tapmışdıq 5. 5-in üzərinə 1 gələndə edir 6. 632. Deməli, fiqurları tapdıq. Üçbucaq 5-dir. Kvadrat 6-dır. Dairəni tapmışıq 7. Üçbucaq isə 5-dir. Çıxaq. 5-dən 6 çıxmaq olmur. 1 onluq aldıq, verdik təkliyə. 15-dən 6 çıxanda edir 9. Sonra 5-dən 7 çıxmaq olmur. 15-dən 7 çıxanda edir 8. Burada qaldı 600-lüyümüz. 6-dan 5 çıxanda edir 1. 189. Deməli, B variantı bizim doğru cavabımız olacaq. Keçək növbəti sualın izahına. Baxaq ikinci suala. İkinci sualda fiqurlar verilib, qarşısında oxunan 305 və 642 göstərilib, görürsünüz. Olarsa deyir, 536 ədədinin düzgün yazılışına uyğun variant hansıdır? Gəlin baxaq. Əvvəlcə verilmiş fiqurları, bu ədədi yerləşdirəcəm fiqurların üzərinə. 305. Deməli, üçbucaq 3-dür, 0-dır, dairə, ulduz isə 5-dir. Sonra 640-da yerləşdirək. 6, 4, da 0. Görürsünüz, dairə hər iki yerdə 0 oldu. İndi bizə lazımdır ki, eyni fiqurlar eyni qiymət ala bilər. Bizə lazımdır ki, 536 ədədinin düzgün yazılışına uyğun variant hansıdır? Gəlin görək, 5 harda var idi? Baxın, 305-də təklik 5 idi. Təklik 5 idi. 5 ulduz idi. Baxın, ulduz. Deməli, 536-da 5 olacaq ulduz. Variantlara baxıram. A-da yüzlü ulduzdur. C-də ulduzdur. B-də isə ulduz deyil, 6 bucaqdır. Deməli, B variantını sildik. Keçək. 3 nədir? 3 hansına yazmışıq? Baxın, 3 burada yüzlükdədir. 3 bucaq 3-dür. Deməli, onluğum olacaq 3. Artıq burada onluq dairədir. C variantı da getdi. Qaldı A. Gəlin axırıncı ədəddə yoxlayaq. 6. 6 harada var? İkinci ədədimizin yüzlüyü 6 idi. 6 hansıdır? 6 burada 6 bucaqdır. Deməli, təklikdə olacaq 6. Variantımız A doğrudur. Keçək növbəti suala. Baxaq 3-cü suala. Ardıcıllıqlar mövzusuna aiddir. Yarpaqların üzərində 1, 2,
5, 10, 13, sual və 29. Və bizə lazımdır ki, bu sual işarəsi yazılan hissəni tapaq. Gəlin görək. 1-dən 2 alıb. 1-dən 2 almaq üçün üzərinə 1 gələrəm və yaxud da 2-yə vuraram. Vuracam 2-yə. Çünki üzərinə 1 gələndə növbəti mərhələlərdə alınmayacaq. Vurdum 2-yə 2. Üzərinə 3 gələcəm 5. Vururam 2-yə 10. Üzərinə 3 gəlirəm 13. Baxın, vur 2, üstə gəl 3. Vur 2, üstə gəl 3. Deməli, növbəti olacaq. Vur 2, ardıcılımız bu qayda ilə davam edir. 13 2-yə vuranda edir 26. Davam edək. 26-nın da üzərinə vur 2-dən sonra 3 olmalı idi. 26-nın üzərinə 3 gələndə edir 29. Deməli, ardıcıllığımızı doğru yerinə yetirmişik. Sual işarəsinin yerində 26 yazılmalıdır. C variantı bizim doğru cavabımız olacaq. Keçək 4-cü suala. Oxuyaq 4-cü suala. Aşağıdakı ədədlər eyni qanuna uyğunluqla düzülmüşdür. Bu qaydaya görə sual işarəsi əvəzinə hansı ədəd olmalıdır? Müəyyən qanuna uyğunluqla düzəlib. Gəlin baxaq görək necə işləyəcəyik. Baxın, əziz şagirdlər. Burada 1 ilə 2-ni 1 ilə 2-ni toplayacağım. 1 üstəgəl 2 edəcək 3. Daha sonra növbəti bunu aldıq. Növbəti altını almaq üçün həm 1-i, həm 2-ni, həm də 3-ü toplayacağım. Birincidə neynədir? 1 üstəgəl 2 yazaqlam. Etdi 3. Sonra altını almaq üçün hər birini toplayıram. 1, 2, 3. Hamısını topladım. Aldım 6. Düzdür? Bu bərabərlikdir. 6. Bəs 12-ni almaq üçün nə edirik? 12-ni də almaq üçün hamısını əvvəldən axıra qədər hər birini toplayacağım. 1 üstəgəl 2 üstəgəl 3 üstəgəl 6. Toplayanda edəcək 12. Görsün növbəti 12-ni aldıq. İndi bizə lazımdır ki, sual işarəsinin əvəzinə yerinə hansı ədədi yazacağıq onu. Başqa yolla eləmək olardı. Bəli, başqa cür də düşünmək olardı. 3 üstəgəl 4 edəcək 7. Daha sonra indi 14 almalıyıq. Yazıram buradan. 3 üstəgəl 4 bərabərdir 7. Sonra hər birini toplayacağım. 3 üstəgəl 4 üstəgəl növbəti 7. Bərabər edəcək 14'e. Baxın 14'ü aldıq. İndi sual işarəsini tapmaq üçün hər birini toplayacağıq. Əvvəldən axıra qədər verilmiş ədədlər 3, üstəgəl 4, üstəgəl 7, üstəgəl 14. Edəcək 28. Deməli, sual işarəsinin yerində 28 yazılmalıdır. A variantı bizim doğru cavabımız olacaq. Keçək 5-ci suala baxaq. Burada əvvəlcə şərt oxuyaq. A, B və C ədədləri arasındakı qanunauyğunluğu müəyyən edin və A bərabər 5, B bərabər 3 olduqda C-nin qiymətini tapın. Gəlin baxaq. Əvvəlcə burada verilən qanunauyğunluğu tapıb, sonra da A bərabər 5, B bərabər 3 olanda C-nin qiymətini tapmalıyıq. Gəlin baxaq. 2, 5, 9. Baxın, 2-ni vuraram 2-yə. 2'ye geçen yazmadım. Bir dakika. Vur 2. 2'ni 2'ye vurup üzerine bu 5'i geleceğim. 2 vur 2 üste gel 5. Belki kenardan yazaq. Bakın. Vuracağım 2'ye. Üzerine bu 5'i yazacağım. 2 vur 2 edəcək 4. Üzərinə 5 gələndə edir 9. Baxın C'dəki ədədi aldıq. Sonra davam edək. Eyni görə qanuna uyğunluqla işləyə bilirikmi? 4'ü vuracağım 2'ye. Üzərinə 6 gələcəm. 4'ü 2'ye vuranda 8. Üzərinə 6 gələndə 14 alınır. Aha. 3'ü vuracağım 2'ye. Edəcək 6. Üzərinə 9 gələndə edir 15. Aldım.
Deməli, bizdən nə istəyir? A 5 olanda A-nın qiymətinə 5 yazıram. B 3 olanda C-nin qiymətini istəyir. Nə etmişdik? A-nı vururduq 2-yə, yəni 5-i 2-yə vurub, üzərinə B-dəki ədədi gələcək. 5-i 2-yə vuranda edir 10, üzərinə 3 gələndə edir 13. Deməli, cavab olacaq 13. C variantı. Keçək 6-cı sualın izahına. 6-cı sualda fiqurların içərisində ədədlər verilib. Gəlin görək bu ədədlərdən 32 və 18 alınmalıdır. Baxın, 36 4 bucağın içərisində verilib. 36-dan çıxacam fiqurun tərəflərinin sayını. 36 çıx 4 alırıq 32. 21 3 bucağın içərisində verilib. 3 bucağın 3 tərəfi var. Tərəfin sayını çıxıram 21-dən. 21-dən 3 çıxanda edir 18. Davam edək. Burada 4 tərəf var. 4 çıxacam. Yirmi 9 çıx 4 edəcək 25. 19 çıx 3 edəcək 16. Eyni qaydanı işləyib bu sual işarəsini yerinə yetirək. 18-dən çıxırıq 4 edir 14. 15-dən 3 bucağın içərisindədir. 3 tərəfini çıxacam 3 bucağın. 15-dən 3 çıxanda edir 12, 14 və 12. A variantı doğru cavabımız olacaq. Keçək 7-ci suala baxaq. Burada bizə lazımdır buradakı sual işarəsini tapmaq. Gəlin baxaq görək necə işləyiblər bunu. Demək ki, kənardakı dairələrdən ortadakı dairəni tapıb, gəlin baxaq görək necə. Əvvəlcə 15-i bölərəm 3-ə. Alacam 6. Yazıram bura. Üstünə yazacam ya da uşaqlar. 6. Sonra 12-ni də bölərəm 2-yə. 15-i uşaqlar. 3-ə böləndə 5 edir. Üzr istəyirəm. 12-ni də 2-yə bölürəm. Edir 6. 5 üstə gəl 6 edir 11. İndi eyni qayda ilə 9-u bölürəm 3-ə. Edir 3. 21-i bölürəm 7-yə. Edir 3. 3 üstə gəl 3 edəcək 6. Sonra keçək bu hissəni işləyək. Sual işarəsini tapmaq üçün 18-i bölürəm 3-ə. Edir 6. 8-i bölürəm 2-yə. Edir 4. Aldığım bu ədədləri toplayıram. 6 üstə gəl 4 edəcək 10. Deməli, sual işarəsinin yerində 10 yazılmalıdır. B variantı bizim doğru cavabımızdır. Keçdik 8-ə. Gəlin görək 8-i necə işləyəcəyik. Deməli, 3 ulduz 2-dən almalıyıq bu dairədəki 5-i. Gəlin baxaq. Əvvəlcə uşaqlar 3-ü vuracam 3-ə. Vuracam özünə. Alacam 9. Burada üstündə yazacağım çünki burada yerim çatmayacaq. 3-ü vururam özünə. Alıram 9. 2-ni də özünə vuracam. Yəni 2-yə. 2-ni 2-yə vuranda edir 4. 9-dan 4 çıxanda alırıq 5. Yuxarı sinifdə bunu kvadrat kimi keçəcəksiniz. 3-ün kvadratı, 2-nin kvadratı. Siz balaca olduğunuz üçün bu qayda ilə izah edirəm. 4-ü vuracam özünə. 4 vur 4. 16. 1-i də özünə vuracam. 1-ə yəni. Olacaq 1. 16-dan 1 çıxanda edir 15. Aşağıda 5-i vuracam özünə edəcək 25. Vurduq özünə. 25. 3-ü də vuracam özünə edir 9. 25-dən 9 çıxanda edir 16. Deməli, sual işarəsinin yerində yazılmalıdır 16.
C variantı bizim doğru cavabımızdır. Səhifə 89 bitdi. Keçirik 90-a. Baxırıq 9-cu suala. Yuxarıdakı şəkillər bir qanuna uyğunluğa görə düzülmüşdür. Bu qaydaya görə sual işarəsi yerində hansı variantdakı şəkil olmalıdır? Baxıram birinci şəklə. Birinci şəkildə görürəm ki, bu qaydada verilib. Daha sonra fiqurun aşağı hissəsi, bu üçbucaq olan hissəsi sağa tərəf hərəkət edir. Saat əqrəb istiqamətində. Fiqurun bu aşağı tərəfindən hərəkətə gətirin. Daha sonra üçüncü şəkildə görürəm ki, bu hissəyə gəlib. Yəni bura. Dördüncü şəkildə üçbucağın həmin aşağı hissəsi bu qaydada dayanacaq. Belə. Məsələn, gəlin görə bu qaydada dayanan hansıdır? Burada elə dayanmayıb. C-də ümumiyyətlə birincidə verildiyi kimi dayanıb. Səhvdir. Təkcə A. Fiqurun müəyyən bir hissəsinə görə fiquru sağa doğru fırladırıq. Hərəkət etdiririk. Cavab A. Keçək sual 10-a. Sual 10-da əvvəlcə şərti oxuyaq əziz şagirdlər. Yuxarıdakı birinci şəkildə xanalar daxilindəki ədədlər müəyyən qaydaya görə düzülmüşdür. İkinci şəkildə xanalar daxilindəki ədədlər də həmin qaydaya görə düzülmüşsə, sual işarəsi yerinə hansı ədəd olmalıdır? Baxın, birinci xanada verilən ədədlərə uyğun olaraq ikinci xanada da eyni qayda ilə düzülüb. İkinci şəkildə. Gəlin görək necə düzülüb. Baxın, yuxarıda bir 24 ədədi verilib. Mən burada verilən ədədlərin hər birini toplayacağım. 8 üstəgəl 2 üstəgəl 9 üzərinə 5 gələcəm. 8 üstəgəl 2 edir 10. 19 üzərinə 5 gələndə edir 24. Aha, aldım bunu. Gəl digərini işləyək. Eyni qayda ilə də bu aşağı ikinci şəkli işləyəcəyik. 7 üstəgəl 10 üstəgəl 3 və üzərinə gələcəm 5. 7 ilə 3 edir 10. Üzərinə 10 gələndə 20, 25. Deməli, sual işarəsinin yerində 25 yazılmalıdır. Cavab B. Keçdik 11-ci suala baxaq. 11-ci sualda verilib ulduz 31 bərabərdir 27. Gəlin görək ulduz 31-dən 27-ni necə alıb. Baxaq. Burada 3-ün üzərinə əvvəlcə 1 gələcəm. Daha sonra 31 çıx 3 üstəgəl 1. 3-ün üzərinə 1 gələndə edir 4. 31-dən 4 çıxanda edir 27. Ulduzu aldıq. Keçək kvadratı işləməyə. Gəlin gör kvadratı necə işləyəcəyik. Burada görürəm ki, ədəd böyüyüb. 13-ün üzərinə 13-ün rəqəmləri cəmini gələcəm. 1 üstəgəl 3-ü. 13 üstəgəl 1 üstəgəl 3 edir 4. 13-ün üzərinə 4 gələndə edir 17. Keçək növbəti hissəni işləməyə. Baxın, ulduz 71 kvadrat bərabərdir. Qarşısında ulduzu həll edərək yazıb. Gəlin görək doğrumu yazmışıq, doğrumu hesablamışıq. Əvvəlcə ulduzu necə yerinə yetirdik? 71-dən çıxacağıq. Biraz daha 71-dən çıxacağıq. 7 üstəgəl 1-i. Ulduzu bu qayda ilə hesablamışdıq. 7-nin üzərinə 1 gələndə edir 8. 71-dən 8 çıxanda edir 63. Baxın, burada 63 var. Deməli, doğru hesablamışıq. İndi 63 kvadratdan 72 alınmalıdır. Gəlin, əvvəlki qayda ilə hesablayaq tapdığımız yolla. 63 üstəgəl 6 ilə 3-ün cəmi 6 üstəgəl 3 bərabərdir. 6-nın üzərinə 3 gələndə 6-nın üzərinə 3 gələndə edir 9. 63-ün üzərinə 9 gələndə edir 72.
Demək ki, bizim tapdığımız yol doğrudur. 72 olarsa deyirdi, bizə ulduz 41 kvadratı hesablayın. Gəlin indi ulduz 41 kvadratı hesablamaq üçün birinci ulduz 41-i hesablayacağıq. 41, ulduzu belə hesablayırdıq. 41 çıx. 41-in rəqəmləri cəmini çıxacaq. 4-ün üzərinə 1 gələndə edir 5. 41-dən 5 çıxanda edəcək 36. Deməli, 36 yanında kvadrat var. Baxın, burada sizin üçün çəkdim də. Bərabərdir. Kvadrat olan hissəni necə hesablayırdıq? 36 üstəgəl 36-nın rəqəmləri cəmi 3 üstəgəl 6. 3-ün üzərinə 6 gələndə edir 9. 36-nın üzərinə 9 gələndə edəcək 45. Deməli, sual işarəsinin yerində olacaq 45. İfadəmizin qiymətini tapdıq. Oldu 45. B variantı bizim doğru cavabımız olacaq. Keçək növbəti sualın izahına. Əziz şagirdlər, videoları izlədiyiniz zaman bəyənməyi unutmayın. Keçək 12-ci suala baxaq. 12-ci sualda görürəm ki, 9-dan rombun içərisində 9 verilib və belə şaxələrlə bölünüb aşağıda ədədlər yazılıb. Baxın, görək necə işləyəcəyik. Əziz şagirdlər, burada 71-dən çıxacam 35-i. 11-dən 5 çıxanda edir 6. Qaldı burada 6. 6-dan 3 çıxanda edir 3. 36. Daha sonra 36-nı böləcəm ortadakı 4-ə. 36-nı 4-ə böləndə edir 9. Aldıq. Növbətini də eyni qayda ilə işləyək. 58-dən çıxacaq 16. 8-dən 6 çıxanda 2. 5-dən 1 çıxanda 4. Oldu 42. 42-ni böləcəyik. Orada da 6 yerləşib. 6-ya bərabərdir 7. Görürsünüz, buradakı 7-ni də aldıq. İndi sual işarəsini hesablamaq üçün 61-dən çıxacam 11-i 0. Burada 0'dır. 6'dan 1 çıxanda edir 5. Tapdım 50. 50'ni buradakı 5'ə böləcəyik. 50 böl 5 bərabər edir 10. Deməli, sual işarəsinin yerində 10 yazılmalıdır. Cavab oldu A. Növbəti suala baxaq. Növbəti sual 13-cü sualdır. 15-21-dən ortadakı kənar həddə görə orta həddin tapılmasına aiddir bu. Həmin mövzuya aiddir. Kənar həddlər 15 ilə 21-dir. 15 ilə 21-dən alacağıq 9. Gəlin baxaq görək necə alırıq. 15-in üzərinə gələcəm 21-i. Kənar hədləri toplayıram. 5-in üzərinə 1 gələndə 6, 1-in üzərinə 2 gələndə edir 3. 36. Daha sonra uşaqlar 36-nı böləcəm 4-ə. Edəcək 9. Bu özüm üçün mənim yaratdığım qayda oldu. 36-nı böldüm 4-ə. Oldu 9. Digərlərində də eyni qayda ilə işləyə bilirəmsə, demək ki, yolum doğrudur. Gəl növbətlər işləyək. 23 üstəgəl 17. 3-ün üzərinə 7 gələndə edir 10. 0 yazıram. 1 yadda. 2-nin üzərinə 1 gəldim. Etdi 3. 1 də yaddaydı. Oldu 4. Deməli, qaydam nə idi? Aldığım cəmi bölürdüm 4-ə. Baxın burada. 4-ə bölmüşdüm. İndi eyni qayda ilə burada da 4-ə böləcəm. 40-ı 4-ə böləndə edir 10. Baxın, orta hədləri tapdıq. Aha, demək ki, yolumuz doğrudur. İndi işləyək, sual işarəsini tapaq. 19 üstəgəl 13. 9-un üzərinə 3 gələndə edir 12. 2 yazıram. 1 yadda. 1-in üzərinə 1 gələndə 2. 1 də yadda etdi 3. Aldıq 32. Aha. 32-ni bölməliyik 4-ə. Çünki hər birində 4-ə bölmüşdük. 32-ni 4-ə böləndə edir 8.
Sual işarətinin yerində 8 yazılmalıdır. Variant A. Geçək 14-ə baxaq. 14-də görək necə işləyəcəyik. Baxın, burada 3-ün üzərinə 9 gələndə edir yuxarıdakı 12. 9-un üzərinə 7-ni gələndə alacaq 16. 7-nin üzərinə 15 gələndə alırıq 22. Bu qayda ilə davam edək. Keçək ikinci sıraya. 12-nin üzərinə 16 gələndə edəcək 28. 16-nın üzərinə 22 gələndə edəcək 38. İndi 28-in də üzərinə 38 gələcək. 8-in üzərinə 8 gələndə 16, 6 yazıram. 1 yadda. 1 ilə 2 etdi 3. Üzərinə 3 gələndə edir 6. Deməli, sual işarətinin yerində yazılmalıdır. 66. B variantı doğru cavabımızdır. Keçək 15-ci suala baxaq. 15-ci sualda baxın, belə bir cədvəl verilib. Cədvəllər mövzusuna aiddir bu da. Baxın, 5 ilə 7-nin kəsişməsində yerləşən ədəd 12-dir. 5-in üzərinə burada əməlimizi verib, 5-in üzərinə 7 gələndə edir 12. Aha. Sonra gəlin digərlərində də yoxlayaq. 5 ilə 9-u toplayanda edir 14. 8 ilə 7-ni toplayanda edir 15. Daha sonra gəlin növbətlərdən də bəzilərini yoxlayaq. 8 ilə 6-nı toplayanda edir 14. Edir. Sonra başqasını da yoxlayaq. 3 ilə 9-u toplayanda edir 12. Edir. Deməli, indi bizə lazımdır ki, 3 bucağı tapaq. 3 bucağı tapmaq üçün 8 ilə 11-i toplayacaq. 8 üstə gəl. 11 edəcək. Neçə? 19. 3 bucağı tapdım 19. Yazıram 19. Aha, indi gəlin kvadrat tapaq. Kvadrat tapmaq üçün 3 ilə 7-ni toplayacaq. Kvadrat edir 10. Kvadrat tapdıq 10. Sonra dairəni tapmaq üçün 2 və 6-nı toplayacaq. 2 ilə 6-nı toplayanda edir 8. Dairəni də tapdıq 8. 19-un üzərinə indi bu ifadəni hesablayaq. 19 üstə gəl 10 edir 29. 29-dan da çıxacaq 8-i edəcək 21. C variantı bizim doğru cavabımızdır. Əziz şagirdlər, bugün mən sizə səhifə 89 və 90 izahını verdim. Videoları izlədiyiniz zaman bəyənib paylaşmağı və rəy yazmağı unutmayın. Hələlik.